Və bu əməllərdən insan üçün ən rahatı isə bu da Ramazanda oruclu insanlara iftar verməkdir. Onların bütün əməllərindən sənə yazılır. Kim oruclu bir kəsə iftar verərsə, oruç tutan insanın savabından, oruç tutanın əməllərindən naqis olmayacaq şəkildə iftar verən adama gedir. Çünki hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Mən fattara saimən kənə lehu kəəcri saim." Kim oruç tutana iftar verərsə, onun üçün oruç tutanın savabı vardır. Başqa hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim oruç tutana iftar verərsə, onun üçün oruç tutanın savabları vardır. Oruç tutanın əməllərinin heç bir şey azalmaz. Və başqa hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim oruç tutana iftar verərsə, onun günahlarına bağışlanma vardır. Onun cəhənnəm odundan qorunmaq vardır. Və onun üçün oruç tutanın əcrindən vardır. Onun əcrindən heç bir şey azalmamaq şərti ilə.